Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə çatdıracağım mən dim test topludan ikinci hissədən. Söz birləşmələri və sintaktik əlaqələr. Əlavə qeydləri də elə testin üzərində nəzərinizə çatdırıram, digər testlər kimi. Söz birləşmələrin birinci testində nədir? Deyir, cümlələrin birində söz birləşməsi işlənmişdir. Ümumən yadınızda saxlayın ki, söz birləşmələri iki yerə bölünür. Bir ismi, bir də feili birləşmələrdən söhbət gedir. Onların da öz aralarında bölgülər var. Testləri qarşımıza çıxdıqca izahını verirəm. Burada da bizdən istəmir konkret ismi və yaxud feili birləşmə. Sadəcə deyir ki, söz birləşməsi var. Yarış çoxdan qurtarmışdı. Nə etmişdi? Qurtarmışdı. Nə yarış, nə zaman, çoxdan. Hər biri müstəqil bir cümlə üzvüdür. Heç bir birləşmədən söhbət getmir. B variantında sizə zəng edəndə cavab vermirsiniz. Nə etmirsiniz? Cavab vermirsiniz. Nə zaman? Sizə zəng edəndə. Baxın. Anda feili bağlamadır və bu feili birləşmədən ibarətdir. Feili bağlama tərkibi ilə ifadə olmuş söz birləşməsidir. Doğru cavab B variantıdır. 2. Hər iki tərəfi ümumi isimlə ifadə olmuş söz birləşmələrinin müəyyənidir. Ümumi isimlə ifadə olmuş söz birləşmə. Böyük ehtimalla ismi birləşməni soruşur bizdən. Ümumi isimlə. Baxın, deyir ki, dağdan enəndə hər iki tərəfdə ümumi isim olmalıdır. Bu dağdan ümumidir, enəndə isə feili bağlamadır. Bu feili bağlama, yəni feili birləşmədir. Digərlərinə baxmıram. Quyu suyu, quyu da, su da ümumi isimdir. Newton qanunu. Newton artıq xüsusi isimdir. Qanun isə ümumi isimdir. Abşeron xüsusi isimdir. Üzümü isə, bunlar hamısı ümumi B variantında ismi birləşmədir. Amma ki, Newtonla Abşeron burada qaydanı pozur. Bizdən ümumi isim soruşur. 5 almaq arzusu. 5 almaq arzusu. Baxıram, 5 almaq arzusu. Sonra oxumaq həvəsi. İkinci növ təyinli söz birləşməsi olmağına baxmayaraq, yəni ismi birləşmə olmağına baxmayaraq, ancaq birinci tərəfi məslərlə ifadə olunub, yəni feillə ifadə olunub. Baxmırıq. D variantı A gün poeması. Var burada ikinci növ təyinli söz birləşməsi, yəni ismi birləşmə var. Səhər romanı da ismi birləşmədir, idarə heyəti də ismi birləşmədir. Amma ki, ay günlə səhər xüsusi isimdir. Gəldik. Sonra gəldik burada, baxırıq. Dəniz havası. Ümumi isim, istirahət parkı, hər ikisi ümumi isim, meyvə ağacı, hər ikisi tərəfi ümumi isimdir. İkinci növ təyinli söz birləşməsi, ikinci və ikinci oldu Y variantı. Söz birləşməsi ilə bağlı fikirlərdən biri doğru deyil, qaydaya əsaslanır. İntonasiya bitkinliyi yoxdur, bəli, söz birləşməsində intonasiya bitkinliyi yoxdur. Sadəcə sözün mənası konkretləşir. Məsələn, tutarım bir adi bir, deyirik, məsələn, su, istənilən bir su ola bilər, qazlı su ola bilər, bulaq suyu ola bilər, nə bilim, qazsız su ola bilər, dağ suyu ola bilər, bulaq suyu ola bilər, qaynamış su ola bilər, bilinmir. Amma mən ona bir dənə desəm ki, məsələn, bulaq suyu, artıq məna konkretləşir, məna bitkinliyi bir dənə cümlədə olur. Əsas və aslı tərəf olur, bəli, birinci tərəf aslı tərəf, ikinci tərəf əsas tərəf. Birinci tərəf tabi tərəf, ikinci tərəf isə tabidən tərəf, yəni əsas tərəf. Tərəflərindən biri əsas, digəri isə köməkçi nitq hissəsindən ibarət ola bilər. Bu səhv fikirdir. Niyə? Çünki köməkçi nitq hissələri sözün quruluşunu dəyişməyə ixtiyarı yoxdur. Və yaxud ismi birləşməni və yaxud feili birləşməni yaratmağa ixtiyarı yoxdur. Sadəcə tərəflərində ola bilər. Ancaq ki, daxilində işlənə bilər. Ancaq ki, nədir, ismi yaratmaq onun heç bir ixtiyarı yoxdur. Qaldırıcı kran birləşməsi ilə bağlı fikirlərdən biri səhvdir. Aslı tərəfdə iki leksik şəkilçi işlənmişdir. Aslı tərəf, yəni birinci tərəf. Qaldırmaqdan qaldırıcı. Qaldırıcı kran birinci, onu da qeyd edim ki, bu birinci növ təyinli söz birləşməsidir. Çünki birinci növ təyinli söz birləşməsi sifətin sualına cavab verir, cümlədə təyin olur. Qaldırıcı kran bizə deyir, aslı tərəfində iki leksik şəkilçi var. Xeyr, bir leksik şəkilçi var, elə səhv variantım oldu A variantı. Hansı birləşmənin əsas tərəfi feil deyil, əsas tərəfi, yəni ikinci tərəfi. Baxırıq, deyir, müəllim tapşırıqlarını yerinə yetirmək. Müəllimin tapşırıqlarını yerinə yetirmək. Nə feili birləşmədir? Məslərlə ifadə olunub, yəni əsas tərəf
Əsas tərəf məstərlə ifadə olunub, bu feildir yəni. Bütün olmuşları cəsarətlə danışmaq. Bütün olmuşları cəsarətlə danışmaq var. Feili birləşmədir. Əsas tərəfi məstərlə ifadə olunub, yəni feildir. Kiçik uşaqlara nağıl danışanda, nə zaman? Kiçik uşaqlara nağıl danışanda. Əsas tərəfi feili bağlama ilə ifadə olunub, yəni feillə. Bitkilərə qulluq etmək. Bitkilərə qulluq etmək. Baxırıq. Tərkib var, yəni feili birləşmə var və məstərlə ifadə olunub. İnsanın tükənməz arzusu. İnsanın arzusu üçüncü növ təyini söz birləşməsidir. Bu sizi çaşdırmasın ki, tükənmək axı feildir müəllimə. İsmi birləşmək. Bax, ikinci növ və birinci növdən fərqli olaraq üçüncü növ təyini söz birləşməsi mürəkkəb də ola bilər. Yəni istədiyim qədər söz içərisində əlavə eləyə bilərəm. Bir də ikinci və üçüncü növ təyini söz birləşməsini parçalamaq olmaz. Ayrı-ayrıqda cümlə üzvü kimi götürmək olmaz. Birinci növ təyini söz birləşməsi adətən parçalanır ayrı-ayrıqda. Aslı tərəf cümlənin təyini olur. Ancaq bu ikinci və üçüncü növ təyini söz birləşməsində biz bunu görmürük. İkinci və təyini söz birləşmələrini parçalamaq olmur. Bu üçüncü növ təyini söz birləşməsidir. Birinci tərəf yəlikar, ikinci tərəf isə mənsubiyyət şəkilçisi. Yəni bunun heç bir tərəfində nə aslı, nə də əsas tərəfində feil yoxdur. Oldu 5-də Y variantı. Söz birləşmələrinə aid olmayan xüsusiyyət hansıdır? Yenə qaydaya gəldik. Bitmiş fikri ifadə edib bu cümlənin qaydasıdır. Əsas və aslı tərəf olur, doğrudur. Sözlərə nisbətən konkretlik bildirir, bayaq qeyd etdim. Əsas tərəfin ifadə vasitələrinə görə ismi və feili birləşmə olur. Bəli, bax, elə bax bu 5-ci testin üzərində sizin nəzərinizə çatdırım. Elə bax burada. Baxın, əsas tərəf, yəni sonuncu tərəf, əsas tərəf. Əsas tərəf onu sizə çatdırır ki, bu feili birləşmədir, yoxsa ismi birləşmədir. Siz bura görə işinizi qurmalısınız, planınızı qurmalısınız. Baxmalısınız ki, burada baxasınız, məstər feili, sifət feili bağlamadır, yoxsa ismi birləşmədir. Ona əsasən siz bilməlisiniz ki, bu ismi birləşmədir, yoxsa feili birləşmədir. Bu doğrudur. Ən azı 2 müstəqil sözdən ibarət olur. Bəli, bu da doğrudur. Oldu A variantı. Nə deyir? Ah, nələr duyuram onun səsində. Misrasında işlənmiş söz birləşməsinin sintaktik vəzifəsini müəyyənləşdirir. Cümləni təhlil edirik. Ah, nələr duyuram onun səsində. Nə edirəm? Duyuram. Nə də? Onun səsində. Deməli, nə vəzifəsində oldu? Tamamlıq vəzifəsində. Üçüncü növ təyini söz birləşməsi cümlənin olduğu tamamlıq. 8-də olduğu B variantı. Söz birləşmələri haqqında səhv fikri göstər. Əsas və aslı tərəf olur, doğrudur. Baş üzvlər vəzifəsində çıxış edə bilmir. Niyə işlənə bilmir ki? Onun səsi məni məftun etdi. Nə etdi? Məftun etdi. Nə? Onun səsi oldu cümlənin mübtədası. Səhv olan variant B variantıdır. Tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyənləşdirir. Deməli, tərəfləri olmalıdır. Bir tərəfi sadə isim, ikinci tərəfi düzəltmə isim. Bir baxaq görək ona uyğun varmı? Sadə isim, taxta sadə isimdir. Döşədən döşəmə. Bu, bura uyğundur. A variantı birinciyə uyğundur. Çünki sadədir taxta, döşədən döşəmə. Düzəltmə sifət, düzəltmə isim. Baxaq görək. Dünən ki, düzəltmə sifətdir. Düzəltmə isim. Gördən görüş. Bu da bura uyğun gəldi. Sonra düzəltmə sifət sadə isim. Düzəltmə sifət sadə isim. Qiyabi. Baxaq görək düzəltmə sifət. Qiyabi təsir. Gərgin vəziyyət. Düzəltmə sifət sadə isim. Düzəltmə sifət. Gərməkdən gərgin necə? Vəziyyət sadə isimdir. Sonra düzəltmə zərf. Düzəltmə zərf və feili sifət. Düzəltmə zərf.
Ucadan, nə tərzdə, danışan fe'li sifət. Bu da sxema uyğun gəlir. Bir dənə C variantı uyğun gəlmədi. Tərəfləri verilənlərə uyğun 11. Tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşmələrini müəyyən edir. Sadə isim, düzəltmə isim. Baxaq görək. Düzəltmə sifət, düzəltmə isim. Sadə isim, düzəltmə sifət, düzəltmə isimdir. Dəri sadə isimdir. Döşəkçə. Döşədən, döşək, döşəkçə. Bu bura uyğun gəldi. Ona görə bunu silirik. Düzəltmə sifət, düzəltmə isim. Düzəltmə sifət. Süzgün. Necə? Düzəltmə isim. Baxdan, baxış. Bu da düzdür. Ora uyğun gedir. Düzəltmə sifət. Sadə isim. Solmaqdan solğun necə? Çiçək sadədir. Bu da uyğun gedir. Sonra düzəltmə zərf, fe'li sifət. Çoxdan gələnlər. Nə zaman? Çoxdan, bir də gəldən gələn. Fe'li sifət. C variantı. 12. Altından xətt çəkilmiş hansı ifadənin tərkibindəki sözlər məna və qrammatik cəhətdən bir-biri ilə əlaqələnmir? Yəni, burada söz birləşməsindən söhbət gedir. Sınaq imtahanı şagirdlərin həyəcanını artırırdı. Nə edirdi? Artırırdı. Nə? Sınaq imtahanı. Bu, ikinci nöqtəyinin söz birləşməsidir. Bunlar həm məna və qrammatik cəhətdən bir-birini tamamlayırlar. Vətən həsrəti də sona yetərmiş. Nə? Vətən həsrəti. Yenə bu da ikinci nöqtəyinin söz birləşməsidir, bir-biri ilə əlaqəyə girib. İmtahan zamanı düzgün bölənlər üçün daha uğurlu olur. İmtahan zamanı düzgün bölənlər. Bu imtahan zamanı kimi tələffüz eləmək olmaz ha bunu. Düzgün intonasiya ilə qurmaq lazımdır cümləni. İmtahan zamanı düzgün bölənlər üçün daha uğurlu olur. Nə edir? Uğurlu olur. Nə? İmtahan zamanı düzgün bölənlər üçün. Kim üçün? Bu da tamamlıq. Fe'li sifət tərkibi ilə ifadə olmuş cümlənin tamamlığıdır. Burada məna cəhətdən, nə də qrammatik cəhətdən bir-biri ilə əlaqəyə girən birləşmə yoxdur. Yəni, bu cəhətdən, altından xətt çəkilmiş cəhətdən deyirəm, bir-biri ilə əlaqəyə girmir. Buradan, bax, buradan, bura qədər fe'li birləşmədir. Burada var. Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqəyə girənlər üçün yaxın söz birləşməsidir. İmtahan isə müstəqil cümlə üzvüdür. Oldu C variantı. Digərlərində də müğənninin oxumağı ismi birləşmədir. Məhəbbətin ilahiliyi, bu da ismi birləşmədir. Hansı nümunədə söz birləşməsi işlənməyib? Söz birləşməsi. Baxaq görək. Deyir, gec-tez biz qonşu kəndə köçməliyik. Nə etməliyik? Köçməliyik. Kim biz? Hansı kəndə? Qonşu kəndə. Burada var. Haraya, kəndə, hansı kəndə? Qonşu. Birinci nöqtəyinin söz birləşməsidir. Axşam Rəsul məntəqədən evə gec gəldi. Nə etdi? Gəldi. Kim? Rəsul nə zaman? Axşam. Haradan? Məntəqədən. Nə zaman? Gec. Evə, haraya. Deməli, bunlar hər biri müstəqil cümlə üzvüdür. Söz birləşməsindən söhbət gedə bilməz B variantında. Sonra C variantına baxın. Nərgizin çəkdiyi şəkillər dəhlizi bəzəyirdi. Nə edirdi? Bəzəyirdi. Nə dəhlizi bəzəyirdi? Nərgizin çəkdiyi şəkillər. Nə? Şəkillər, daha doğrusu. Hansı şəkillər? Nərgizin çəkdiyi. Fe'li sifət tərkibi var burada. Nərgizin çəkdiyi. Üstəgəl mənsubiyyət. O təzə çəkmələrini geyinib həyətə düşdü. Nə etdi? Düşdü. Kim? O təzə çəkmələrini geyinib, bu da birgə fe'li bağlama tərkibidir. Geyinərək. Sonra Səməd əmisinin boğuq qışqırtısını eşitdi. Eşitdi. Kim? Səməd. Əmisinin boğuq qışqırtısını. Nəyi eşitdi? Əmisinin boğuq qışqırtısını. Baxırsan, əmisi mənsubiyyətdir. Üçüncü nöqtə. Əmisi mənsubiyyət neymiş? Səməd əmisinin boğuq qışqırtısını. Əmisinin qışqırtısını üçüncü nöqtəyinin söz birləşməsidir. Burada da birləşmədən söhbət getmiş olur. 14. Tərəfləri verilənlərə uyğun olmayan söz birləşməsini müəyyən edin. Əvvəlki testlərə bənzər test.
İsim, isim, tərəflər, zərf, isim, əvəzlik, isim, sifət, isim. Çünki burada ismi birləşmədən söhbət gedə bilər. Çünki ismi birləşmənin tərəfləri belə olur. Daşınası yük. Hansı yük? Daşınası. Daşınmaq, daşımaqdan, daşımaqdan, daşınmaq, daşınası. Feil sifət tərkibidir. Feil sifət tərkibi neymiş? Feil sifət nədir? Şəkilçisidir bu. Feil sifətin şəkilçisi. Yəni birinci tərəfi, yəni feil sifətdir. Burada sxemlərin də içərisində birinci tərəfi feil sifət olmayan variant olmadığına görə səhv variantım olacaq A. Torpaq, yol, hər iki tərəfi. Torpaq da, yol da isimdir. Bu sxemə uyğun gedir. Gümüş qaşıq bir tərəfi isimdir. Gümüşü qaşıqdır, bağışlayın. Gümüşdən gümüşü. Necə? Feili sifətdir. Feili sifət neymiş? Bağışlayın. Bu neymiş? Gümüşü qaşıq. Qaşıq isimdir. Gümüşü isə sifətdir. Bir tərəfi sifət, bir tərəfi isim. Uyğun gəldi. Aşağı təbəqə, bir tərəfi aşağı yer zərfidir. Bu tərəfi isə isim. Bu da bura uyğun gəldi. Əvəzlik. Bu kitab oldu nə? Sxemə uyğun. Tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyənləşdirin. Deyir yenə isim, isim, zərf, isim, əvəzlik, isim, sifət, isim. Yuxarı məhəllə. Yuxarı zərf olduğuna görə, məhəllə isim olduğuna görə buranı ödəyir. Asfalt, döşəmə. Deməli, asfalt, asfalt da isimdir, döşəmə də isimdir. İsim, isim. Buranın sxemi ödədi. Armuddan, armudu stəkan. Oldu, armud istəyən bir tərəf düzəltmə sifət, digər tərəf isim, buranı da ödədi. Paylanası yardım. Hansı yardım? Feili sifətdir. Bu bayaqki kimi, ona görə burada feili sifət olmadığını səhv tez budur. Bu da əvəzlik və isim variantı. 16. 16-da deyir, hansı nümunədə söz birləşməsi işlənməmişdir? Dağlar, meşələr, göllər yer üzünə gözəllik verir. Nə edir? Nə edir? Gözəllik verir. Nə? Dağlar, meşələr, göllər haraya? Yer üzünə. Yer üzü. İkinci növ təyini söz birləşməsidir. Yer üzü. Burada da bu yönlü şəkilsi ə. Uzun hörüklü qız anasının qulağına nəsə pıçıldadı. Kim? Hörüklü qız bir budur. Birinci növ təyini söz birləşməsi. Anasının qulağına, bu da oldu, üçüncü növ təyini söz birləşməsi. Burada hətta iki dənə təyini söz birləşməsi var. Göy üzündəki buludlar qar təpəciyini xatırladırdı. Göy üzü, burada ikinci növ təyini söz birləşməsidir. Göy üzündəki buludlar qar təpəciyi, yenə ikinci növ təyini söz birləşməsi. Sonra çay sanki dərdini dağlara, dərələrə söyləyirdi. Çay sanki dərdini, baxaq görək, söyləyirdi. Nə? Çay. Sanki dərdinin nəyi? Haraya? Dağlara, haraya? Dərələrə. Burada sərbəst müstəqil cümlə üzvüdür. Burada heç bir söz birləşməsindən söhbət gedə bilməz. Toğrulun ümid dolu baxışları gözümüzə zillənmişdi. Baxaq görək. Toğrulun ümid dolu baxışları. Bu üçüncü növ təyini söz birləşməsidir. Burada da var. Hansı nümunədə söz birləşməsi işlənməyib? Ağ köpüklü dalğalar dənizin sahilinə hücum edirdi. Ağ köpüklü necə? Birinci növ təyini söz birləşməsi. Dənizin sahili isə üçüncü növ təyini söz birləşməsi. Yəni var. Hər iki tərəfdə. Uşaqlar ağacın kölgəsində rahat dincəlidir. Ağacın kölgəsi, üçüncü növ təyini söz birləşməsi, yəni var. Burada da birləşmə. O məktəbə gələndə artıq dərs başlamışdı. Nə zaman? Məktəbə gələndə feili bağlama tərkibi, yəni feili birləşmə. Yağışdan sonra otlar sürətlə göyərirdi. Göyərirdi. Nə? Otlar nə tərzdə sürətlə, nə zaman? Yağışdan sonra. Burada hər bir söz müstəqil bir cümlə üzvüdür, daha doğrusu sonra qoşmadır. Qoşularaq sözlə bərabər, qoşulduğu sözlə bərabər cümlə üzvü olur. Çaşmayaq burada. Yəni, demək məqsədim odur ki, burada söz birləşməsi yoxdur, variantı. Quşun balaları yuvada analarını gözləyirdi. Quşun balaları
Üçüncü növ təyini sözü birləşməsi. Yuvada analarını gözləyirdilər. Hə, oldu nə? D variantı. 18. Cümlələrin birində ismi birləşmənin tərəfləri arasına söz daxil edilmişdir. Bu ancaq üçüncü növ təyin söz birləşməsindən söhbət gedir burada. Çünki nə bir, nə də ikinci növ təyin söz birləşməsinin daxilinə söz qatma, əlavə etmək olmaz. Məhsətinin övladlarından biri Təhsil Nazirliyinin aparıcı işçisidir. Baxırıq. Məhsətinin övladları üçüncü növ təyini söz birləşməsidir. Burada heç bir söz daxil olmuyor. Övladlarından biri bu ikinci növ təyini söz birləşməsidir. Burada da heç bir şey yoxdur. Təhsil Nazirliyi ikinci növ təyini söz birləşməsidir. Təhsil Nazirliyinin aparıcı işçisi. Təhsil Nazirliyinin işçisi üçüncü növ təyini söz birləşməsidir. Burada bir aparıcı sözü var ha. Aparıcı sözü üçüncü növün daxilinə əlavə olunmuş sözdür. Komitənin işçiləri gecə-gündüz çalışırdılar. Nə zaman? Kim? Komitənin işçiləri. Baxın, burada var üçüncü növ təyini söz birləşməsi. Ancaq iki sözdən ibarətdir. Tərəflər arasında söz daxil olunmuyor. Mənim qardaşım həkimdir. Kim? Mənim qardaşım. Yenə üçüncü növ təyini söz birləşməsidir. Heç bir artıq sözdən söhbət gedə bilməz. Tədbirin mükafatçısına maraqlı suallar verildi. Tədbirin iştirakçısına var üçüncü növ təyini söz birləşməsi, amma tərəfləri nə heç bir müdaxilə olunmayıb. Stolun üstündəki Türkün tarixidir. Türkün tarixi ikinci növ təyini, üçüncü növ təyini söz birləşməsidir. Yəni tərəflər arasında heç bir müdaxilə olunmuyor. Bir də stolun üstü. Burada da var üçüncü növ, amma heç bir daxil olmadan, əlavədən söhbət gedə bilməz. 19. Cümlələrdən birində ismi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir. Eynən əvvəlki testin təkrarı. Düşmənlərin arzusu ürəklərində qalacaq. Nə? Düşmənlərin arzusu. Üçüncü növ təyini söz birləşməsi var və heç bir müdaxilədən söhbət gedə bilməz. Meşə gözətçisi hələ ömründə belə ayı görməmişdi. Meşə gözətçisi. Meşə gözətçisi. İkinci növ təyini söz birləşməsidir. Burada da heç bir müdaxilədən söhbət gedə bilməz. Vətən torpağı bizim üçün müqəddəsdir. Vətən torpağı ikinci növ təyini söz birləşməsidir. Rayonun qocaman müəllimləri qurultayda iştirak etdilər. Kim? Rayonun qocaman müəllimləri. Rayonun müəllimləri üçüncü növ təyini söz birləşməsidir. Və onun içərisinə qocaman sözü əlavə olunub D variantıdır. Vahid bacarıqlı idman ustasıdır. İdman ustasıdır. İkinci növ təyini söz birləşməsidir. Burada heç bir müdaxilədən söhbət gedilə bilməz. 20. Hansı cümlələrdəki frazoloji birləşmələr bir-biri ilə antonimlik yaradır? Antonimlik yaratmaqdan söhbət gedir. Deyir ki, üzün ağ olsun çoban, yerin dağ olsun çoban. Cümlədə frazoloji birləşmə bir-birinin antonimi. Üzün ağ olsun çoban. İnsanın üzünün ağ olmağı frazoloji birləşmədir. Yerin dağ olsun çoban. Sonra baxın, söhbət eşidəndə əskərin qanı bərk qaraldı. Bu, üzü ağ olmaqla frazoloji birləşmələri antonimi təşkil edə bilməz. Yəni, buradakı nümunələrlə uyğunlaşma olmalıdır da, antonimik cəhətdən. Sonra baxaq görək. Bu evdə heç kəs ona gözün üstə qaşın var deyə bilməzdi. Gözün üstə qaşın var deyə bilməz. Gözün üstə qaşın var. Var burada da, amma əvvəlkilərlə 1, 2, 3-dən antonimlik təşkil eləmir. Arzu deyindi. Deyindi. Üzün qar olsun. Namik, məni xar elədin. Bir də üzün ağ olsun, bir də üzün qar olsun. Üzün ağ olsun, üzün qar olsun. Bir-birinin antonimidir. 1 və 4. Uşaqlardan ötürü burnumun ucu göynüyürdü. Bu da darıxmaq mənasında. Bu da əvvəlkilərdən uyğunluq yoxdur. Hansı cümlədəki frazoloji birləşmələr bir-biri ilə antonimi daşıyır? Balaca Dəniz atasını görəndə çiçəyi çıtladı. Çiçəyi çıtlamaq frazoloji birləşmədir. Muğam
dinləyərkən ağzımız açıla qalmışdı. Burada heyran olmaq mənasındadır, ağzı açıla qalmaq. Müharibədən danışanda hamının qanı qaraldı. Burada da qanı qaralmaq frazoloji birləşmədir. Ağsaqqalların məsləhətinə qulaq asmalıyıq. Ağsaqqalların məsləhətinə qulaq asmalıyıq. Qulaq asmalıyıq. Burada da frazoloji birləşmədir. Səfdərin qocalıqdan beli bükülmüşdür. Burada da beli bükülməkdir. Frazoloji birləşmə. İndi bizdən antonimlik yaradanları soruşursa, baxaq. Çiçəyə çırtlamaq, yəni şad olmaq deməkdir. Çiçəyə çırtlamaq. Ağzı açıla qalmaq, xeyir. Çiçəyə çırtlamaq, keyfi qalxmaqdır, yəni sevinmək. Bir də qanı qaralmaq, yəni dilxor olmaqdır, əsəbləşmək. 1 və 3. 22. Söz birləşmələrinə aid xüsusiyyətləri müəyyən edin. Qaydadır burada da. Deyir ki, məlumat verici, məlumat vermə, sual, təhrik məqsədi ilə işlədilir. Bəzən yüksək hiss və həyəcan ifadə edir. Bu söz birləşməsinə aid olmayan fikirdir. Bütövlükdə bir cümlə üzvü ola bilir. Bəli, bu onun qaydasıdır. Məna və intonasiya bitkinliyinə malik olur. Səhvdir, bu cümləyə aiddir. Əşyaları, hadisələri, onların əlamətlərini sözlərə nisbətən daha konkret ifadə edir. Bəli, çünki sözə nisbətən konkret əvvəlki testlərdə də izahını verdim. Əsas və aslı tərəf olur. 2, 4 və 5. Mavi dənizin köpüklü dalğaları birləşməsində hansı sözlər yalnız aslı tərəf kimi işlənib? Aslı tərəf kimi, yəni birinci tərəf kimi. Mavi dənizin köpüklü dalğaları. Baxaq gör. Mavi dənizin köpüklü dalğaları. Burada dənizin dalğaları 3-cü nöqtəyinin söz birləşməsidir. Bu. Mavi dəniz isə birinci nöqtəyinin söz birləşməsidir. İndi bizdən aslı tərəfini soruşursa, biri olacaq. Çünki mavi dəniz birinci nöqtəyinin söz birləşməsidir və birinci nöqtəyinin söz birləşməsi aslı tərəfini təşkil edir. Bir də dənizin köpüklü dalğaları elə biri də olacaq 23-də 3. Çünki köpüklü dalğalar yenə birinci nöqtəyinin söz birləşməsini yaradır. Testə baxırıq. 23-də deyir ki, mavi dənizin köpüklü dalğaları birləşməsində hansı sözlər yalnız, bax, yalnız deyir, aslı tərəf kimi işlənə bilər. Deməli, mavi dəniz birinci nöqtəyinin söz birləşməsidir. Sonra köpüklü dalğalar yenə birinci nöqtəyinin söz birləşməsidir. Amma burada bir üçüncü nöqtəyinin söz birləşməsi də var. Dənizin dalğaları, bu da üçüncü nöqtəyinin söz birləşməsi. Birinci tərəf yəli, ikinci tərəf isə əsas tərəf mənsubiyyət şəkilçisi. İndi bizdən deyir ki, yalnız aslı tərəfdən söhbət gedir. Bax, mavi dənizdə bircə dənə mavi sözü həmişə aslı tərəf olur. Amma dənizin dalğaları, məsələn, mavi dəniz deyəndiysə, dəniz sözü əsas tərəf olur. Gəldik bu tərəfə. Köpüklü dalğalar isə yenə köpüklü sözü həmişə aslı tərəf olur. Digər tərəfə baxanda dalğalar isə aslı tərəf, əsas tərəfdir. Ona görə oldu 1 və 3. Uca dağların qarlı zirvəsi birləşməsində hansı sözlər yalnız aslı tərəf kimi çıxış edir? Elə əvvəlki testin təkrarıdır. Baxırıq. Uca dağlar birinci nöqtəyin söz birləşməsidir. Qarlı zirvə yenə birinci nöqtəyin söz birləşməsi. Amma birinci nöqtəyin söz birləşməsinin gəlib üçüncü nöqtəyin söz birləşməsinin daxilinə girib. Dağları zirvəsi. Bizdən yalnız aslı tərəfdən, birinci tərəfdən, yəni tabi tərəfdən söhbət gedir. Uca dağlar yenə uca sözü. Birinci nöqtəyin söz birləşməsi olaraq necə dağlar həmişə aslı tərəf olur. Sonra dağlar sözü isə əsas tərəf olur. Birinciyə əsasən əsas tərəf. Amma üçüncü nöqtəyin söz birləşməsinə əsasən dağların zirvəsi olanda isə onda aslı tərəf olur. Bizdən yalnız şeydən söhbət gedir, aslı olmalıdır həmişə. Birinci növə nisbətən, birinci növə olanda bura olur aslı tərəf, bura olur əsas tərəf. İndi keçdik yenə. Qarlı zirvə yenə
Zirvəsinə görə, zirvə sözünə görə bu olur əsas, aslı tərəf. Bu isə olur əsas tərəf. Oldu nə? 1 və 3, 24-də. 25. Söz birləşməsinin tərkibində ola bilən, lakin söz birləşməsinin yaranmasına iştirak etməyən sözlər. Əlbəttə, köməkçilik hissələrindən söhbət gedəcək. Əvvəldə qeyd etmişdim. 1 və 4. 26. Hansı əlaqələndirmə doğru deyil? Hörmətdən düşmək. Frazoloji birləşmə. Bəli, bu doğrudur. Hörmətdən düşmək frazoloji birləşmədir. Amma feili birləşmədir. Xeyr, səhvdir. İsa bulağı mürəkkəb sözdür. Mürəkkəb söz deyil, o mürəkkəb addır. Səhv budur. Bu doğrudur. Xankəndi isə söz birləşməsi deyil, mürəkkəb addır. Səhvin biri də budur. 2, 3 və 5. Hansı nümunələrdə həm ismi, həm də feili birləşmə işlənmişdir? Deməli, maşın şəhərdən çıxanda dan yeri yenicə ağarırdı. Nə zaman? Maşın şəhərdən çıxanda. Feili bağlama tərkibidir. Anda, əndə. Dan yeri isə ikinci növ T-ni söz birləşməsidir. Yəni, həm isim, həm də feili birləşmə. 1. Sonra, bu hadisə böyüklərin yaddaşında daha yaxşı qalmışdı. Böyüklərin yaddaşı üçüncü növ T-ni söz birləşmədir. Yəni, ismi birləşmə var. Feili birləşmə yoxdur. Nə məsdər, nə feili sifət, yəni feili bağlama. Özünü qayalara çırpan dalğaların səsi əsəblərimi sakitləşdirirdi. Özünü qayalara çırpan hansı feili sifət tərkibi, yəni feili birləşmə, dağların səsi, dalğaların səsi nə? Dalğaların səsi, bu da oldu ismi birləşmə. Biri də bu. Sonra Cəmilin sir sifəti ciddi bir görkəm aldı. Nə etdi? Cəmilin sir sifəti nə? Bax, burada bu. Cəmilin sir sifəti üçüncü növ T-ni söz birləşməsidir. Amma feili birləşmə yoxdur. Dan ulduzu üfüqdən boylananda qoca səyyah şərqə doğru yola düşdü. Nə etdi? Yola düşdü. Kim? Qoca səyyah. Kim? Səyyah? Hansı səyyah? Qoca səyyah. Bir bax, burada ismi birləşmə var. Qoca səyyah, birinci növ T-ni söz birləşməsi. Dan ulduzu üfüqdən boylananda. Nə zaman? Dan ulduzu üfüqdən boylananda. Feili bağlama tərkibi, yəni var. Hətta feili bağlama tərkibinin içərisində bir dənə də var. Dan ulduzu, ikinci növ T-ni söz birləşməsi. Yəni, bana baxırıq, belə oldu nə? 1, 3 və 5. Parlaq günəş ifadəsi əsasında cədvəldəki uyğun fikirləri müəyyənləşdir. Doğrudan doğru, yanlışdan yanlış. Əsas nitq hissələrindən ibarətdir. Parlaq necə sifətdir, günəş də isimdir. Doğru. Mürəkkəb addır, xeyr, ismi birləşmədir. Yanlışdan yanlışı götürür. Deyir ki, tərkibindəki sözlər həm məna, həm də qrammatik cəhətdən əlaqələnir. Çünki birinci növ T-ni söz birləşməsidir. Söz birləşməsidir. İntonasiya bitkinliyi var. Bu cümlə deyir ki, intonasiya bitkinliyi olsun 1 və 4. 29. Rəhman dünən təzə köynəyini geymişdi cümləsində birləşmənin əsas tərəfi kimi işlənən sözü müəyyənləşdir. Əsas tərəfi kimi. Yəni, tabe edən tərəf, ikinci tərəf. Rəhman dünən təzə köynəyini geymişdi. Nə etmişdi? Geymişdi. Kim? Rəhman. Nə zaman? Dünən. Hansı köynəyini? Təzə köynəyini. Bu birinci növ T-ni söz birləşməsidir. Birinci növün T-ni söz birləşməsi, ikinci tərəfi, yəni bu 4-ün 4. O, onun oldu əsas tərəf. Hansı köynəyini? Təzə, nəyi? Köynəyini. Oldu 4. 30. Bağışlamağı bacarmayan insanların ən pisidir. Cümləsi əsasında cədvəldəki uyğun fikirləri müəyyənləşdir. Doğrudan doğru, yanlışdan yanlış. Tərkibində ismi birləşmə var. Baxaq. Bağışlamağı bacarmayan insanların ən pisidir. İnsanların pisidir. Kim? Bağışlamayan, bacarmayan. Bu feili sifət tərkibidir. Bu isə xəbərin ismi birləşməni ifadə olunur. Üçüncü növ T-ni söz birləşməsidir. 1. Birləşmələrdən birinin əsas tərəfi məsdərlə ifadə olunmuşdur. Əsas tərəfi məsdərlə ifadə olunmuşdur. Baxın, görün. Birləşmələrdən birinin əsas tərəfi məsdərlə ifadə olunur. Bağışlamaq,
Bağışla, 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 bağışlamaq. Deyir, birləşmələrin birinin əsas tərəfinin məsdərlə ifadə olunmuşdur. Məsdərlə ifadə olunur, bacarmayan. Sonra baxaq görək, yanlışdan yanlış götürək, baxaq görək. Hər iki tərəf feillə ifadə olunan söz birləşməsi ifadə olunmuşdur. Hər iki tərəfi feillə ifadə olunan söz birləşməsi. Bəli deyim, bu tərəf bağışlamaq, feil. Bu tərəf isə bacarmayan feil sifət. Bu doğrudur. Hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsi var. Hər iki tərəfi isimlə ifadə olunan. Bu isə səhvdir. Çünki bura üçüncü növ təyini söz birləşmə. Bura isimdir, aslı tərəf. Bu isə sifətdir. Səhvin biri də bu. Deməli oldu nə? 1 və 4. 2 də səhvdir. Çünki birləşmələrdən birinin əsas tərəfi məsdərlə ifadə olunur. Xeyr. Əsas tərəfi feili sifətlə ifadə olunur. Feili birləşmədir burada. Bunun aslı tərəfi məsdərlə ifadə olunur. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Deyir ki, orağın ağzından salamat qalmış sümbüllər, orağın ağzından salamat qalmış sümbüllər nəmlənib sirkanların içinə əyilmişdi. Deməli, səhv olanı seçirik. Feili birləşmələr fərqli cümlə üzvüdür. Cümləni təhlil eləyək. Orağın ağzından salamat qalmış sümbüllər nəmlənib sirkanların içində əyilmişdi. Əyilmişdi nə sümbüllər? Hansı sümbüllər orağın ağzında salamat qalmış? Bu feili sifət tərkibidir. Nəmlənib sirkanların içində harada? Nəmlənib, nəmlənərək nə tərzdir? Burada deyir ki, feili birləşmələr fərqli cümlə üzvləridir. Burada feili birləşmə bir dənə bu var, feili sifət tərkibi. O da cümlənin təyinidir. Bu isə feili bağlamadır. Feili bağlamadır, o da müstəqil cümlə üzvüdür. Yəni, heç birində qarşılacağı yoxdur. 1. Sonra gəldik. İndi deyirsiniz ki, müəllimə, bu sümbülü niyə nəmlənməyin içəri daxil etmədiniz? Çünki xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi var. Xəbərlə mübtəda arasında, yəni uzlaşma əlaqəsi, xəbərə sual verib mübtədanı tapa bilmirsinizsə, elə mən harada isim deyərək, məsələn, mübtəda kimi şübhələndiyim bir şey, məsələn, ad olsun, nə bilim, ümumi isim olsun, xüsusi isim olsun, elə harada gördüm, o mübtəda kimi götürəcək bir qaydam da yoxdur. Sadəcə xəbər əsasında sual verirsən, uzlaşma əlaqəsi varsa, xəbərlə mübtəda arasında sual əsasında uzlaşma prosesi gedirsə, onu da götürmək olar. İndi burada əyilmişdi, nə sümbüllər? Çünki xəbər əsasında sual verir, mübtədanı tapıram. Bu da uzlaşma əlaqəsi deməkdir. Bir səhvdir. Sonra baxırıq, baş üzvlərdən heç biri söz birləşməsi ilə ifadə olunmamışdır. Bəli, baş üzvü sümbül də müstəqil cümlə üzvüdür, əyilmiş də cümlə müstəqil cümlə üzvüdür. Doğrudur. İsmi birləşmələrdən biri müstəqil cümlə üzvüdür. İsmi birləşmələrdən biri müstəqil cümlə üzvüdür. Bəli, sirkanların içində. Sirkanların içi üçüncü növ təyini söz birləşməsidir və müstəqil cümlənin zərfliyidir. İsmi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir. Xeyr, baxırıq ki, burada sadəcə heç bir söz daxilindən söhbət gedə bilməz. Yoxdur. Səhvin biri də bu. Feili bağlama isimlə əlaqələnərək feili birləşmə əmələ gətirmişdir. İsimlə feili bağlama, burada feili bağlama isimlə əlaqələnir. Feili bağlama burada ismi birləşmə ilə əlaqələnərək feili birləşmə əmələ gətirmişdir. Burada feili birləşmədən söhbət yoxdur. Getmir. Səhv oldu. 1, 3, 1, 4 və 5. Hansı nümunələrdə həm ismi, həm də feili birləşmə var? Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Nə edirdi? Enlənirdi. Nə edirdi? Dərinləşirdi. Nə? Təkərlərin izi getdikcə. Deməli, həm ismi, həm də feili birləşmə. İsmi birləşmə var, üçüncü nöqtəyini söz birləşmə. Amma feili birləşmə yoxdur. Var feili bağlama, amma tərkibi yoxdur. Yəni, feili birləşmə yoxdur. 1. Mən birini götürdüm. Orada bir dənə var axı. Min yiyənin olsun, bir deyənin olmaz. Min yiyənin olsun, bir deyənin olmasın.
Burada ümumiyyətlə yoxdur. Yiyənin, min yiyənin. Ne etsin? Yiyənin olsun, min yiyənin. Var, ye. Amma nədir? İsmi birləşmə yoxdur. Sonra Yasəmən paltarını yuyub kolların üstünə sərdi ki, qurusun. Yasəmən paltarını yuyub kolların üstünə sərdi. Nə etdi? Sərdi. Nə etdi? Nə qurusun? Nə etsin? Yasəmən paltarlarını yuyub kolların üstünə. Haraya? İsmi birləşmə. Yasəmən paltarlarını yuyub. Sərdi kim? Yasəmən paltarlarını yuyub, yuyaraq. Burada da feili bağlama. Yəni feili birləşmədir var. Deməli, burada hər ikisi var. Götürürük bunu 32-də. Külək əsər-əsməz güllərin qoxusu bağçaya yayıldı. Nə etdi? Yayıldı. Nə? Güllərin qoxusu, ismi birləşmə. Külək əsər-əsməz, bu da feili bağlama. Yəni feili birləşmə. Külək əsər-əsməz, bir də güllərin qoxusu. Bir dənə də bu. 3-4. Müəllim olmaq mənim uşaqlıq arzumdur. Mənim uşaqlıq arzumdur. Nə? Müəllim olmaq. Deməli, baxırıq ki, ismi birləşməni ifadə olunub cümlənin xəbəri. Amma mən burada feili birləşmə görmürəm. Çünki olmaq, etmək, bilmək, qırmaq tərkibi feil yaradıb. Burada müəllim olmaq bir feil kimi götürülür. Tərkibi feil, yəni feil cümlənin mübtədasıdır. 3-4. 33. Nə deyir? Göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə qarğalar uşaq kimi sevinərdi və həmin axşam mütləq yağış yağardı nümunəsi ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən et. Baxırıq, deyir, həm ismi, həm də feili birləşmə var. Baxaq ki, göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə. Elə göyün üzü bir birləşmə var. Qapqara qaralıb, havadan yağış qoxusu gələndə. Elə bax, burada bir dənə də feili bağlama tərkibi var. Andəndə. Sonra gəlin bunu təhlil edək. Təhlil edək ki, daha yaxşı görmək üçün. Göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə qarğalar uşaq kimi sevinirdi. Sevinirdi. Nə? Qarğalar. Uşaq kimi nə tərzdə? Göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə nə zaman? Həmin axşam mütləq yağış yağardı. Nə edərdi? Yağardı. Nə? Yağış. Nə zaman? Mütləq. Nə zaman? Axşam. Hansı axşam? Həmin axşam. Təhlillədi. Həm ismi, həm də feili birləşmə işlənmişdir. Bir baxaq görək. Bəli, feili birləşməni gördük. İsmi birləşməni də gördük. Elə bax, cümlənin içərisində ismi birləşmə. Bax, ismi birləşmə. Cümlənin içində bir dənə də ismi birləşmə var. 1. İsmi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir. Xeyr. 2 sözdən ibarət. Daxil olunmayıb. Feili birləşmələrin tərəfləri eyni nitq hissəsi ilə ifadə olunmuşdur. Feili birləşmələrin tərkibləri eyni nitq hissəsi ilə. Feili birləşmənin tərəfləri eyni nitq hissəsi ilə. Qapqara sifətdir, qaralıq feildir, havadan, yağış, qoxusu gələndə xeyr. Bunlar fərqli nitq hissələridir. Sonra gəldik, yanlışa baxaq. Deyir ki, bütün ismi birləşmələrin tərəfləri isimlə ifadə olmuş. Burada bütün ismi birləşmə deyəndə, burada bir dənə ismi birləşmə var. Bütün ismi birləşmə. Yox, həmin axşam, hansı axşam? Burada da bir dənə var ismi birləşmə. Birinci növ təyini söz birləşməsi. Burada deyir ki, bütün ismi birləşmənin tərəfləri isimlə ifadə olunur. Bu əvəzlikdir, bu zərfdir, sonra bu isimdir, bu da isimdir. Səhvin biri budur. İsmi birləşmələrdən biri xəbərlə tabirlik əlaqəsindədir. Bir baxaq görək ismi birləşmələrdə. Həmin axşam bir budur, göyün üzü isə bir budur.
İndi deyir ki, ismi birləşmələrdən biri xəbərlə tabirlik əlaqəsindədir. Burada tabirlik əlaqəsinə girə bilməz. Niyə? Çünki yadınızda saxlayın. Əgər bu bax göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə ismi birləşmə var, amma fiili birləşmənin tərkibindədir. Axı fiili birləşmə var burada, anda, əndə. Fiili birləşmənin daxilindədirsə, biz artıq orada ona ayrı-ayrıqda sual verə bilmərik. Onun içərisindən çıxardıb bir kənarda biz cümlə üzvü verə bilmərik. O zaman cümlə üzvü ola bilər ki, mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Bu cümlənin özünün gül kimi mübtədası, xəbəri var. İkinci cümləndə həmçinin mübtədası, xəbər var. Səhv budur. Fiili birləşmə xəbərlə tabirlik əlaqəsindədir. Fiili birləşmə xəbərlə tabirlik əlaqəsində. Fiili birləşməni tapırıq. Bax, göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə qarğalar uşaq kimi sevinirdi. Nə zaman? Uşaq kimi. Bəli, fiili birləşmə xəbərlə tabirlik əlaqəsindədir. Bu da doğru fikirdir. Oldu 1, 4 və 5. 34. Hansı cümlələrdə həm ismi, həm də fiili birləşmə işlənmişdir? Mən həqiqətə oxşayan deyil, həqiqətin özünü axtarıram. Həm ismi, həm də fiili birləşmə. Mən həqiqətə oxşayan, burada həqiqətə oxşayan fiili birləşmə var. Fiili birləşmə, fiili sifət tərkibi. Həqiqətin özü isə üçüncü növ təyini söz birləşməsidir. Burada həm ismi, həm də fiili birləşmə. Bir bu. Bəzənib başdan başa şəhərləri, kəndləri, cənnət görmək istəyən Azərbaycana gəlsin. Fiili birləşmə var, cənnət görmək istəyən. Amma ismi birləşmə yoxdur. O adamlardan uzaq gəzin ki, pislik etməkdən qorxmurlar. O adamlardan uzaq gəzin ki, pislik etməkdən qorxmurlar. Burada görmürəm mən birləşmə. Pislik etmək bir fiildir, tərkibi fiildir. İsmi birləşmədə yoxdur. Müdrik adam özünə rəva görmədiyini başqasına da rəva görməz. Müdrik adam ismi birləşmədir. Necə adam? Özünə rəva görmədiyini isə fiili birləşmədir. Testin cavabı da bir də budur. Düşmənini öldürmək əvəzinə onu şəfqət və məhəbbətlə yola gətir. Düşməni öldürmək əvəzinə ona fiili birləşmə var. İsmi birləşmə yoxdur burada. 1, 4. 35. Hansı nümunədə ismi birləşmənin tərəfləri fərqli nitq hissələridir? Fərqli nitq hissələri. Yenə yada düşdü bizim sənəmlər. İsmi birləşmə. Bizim sənəmlər birinci növ təyini söz birləşmədir. Hansı sənəmlər? Birinci tərəfi əvəzlikdir, yəni aslı tərəfi. İkinci tərəfi isə olacaq isim. Sonra indi ustalar rezin borudan istifadə edirlər. Rezin boru birinci növ təyini söz birləşməsidir. Rezin isimdir, boru da isimdir. Sonra 3. Novruz bayramı ənənələri ilə gözəldir. Novruz bayramı ikinci növ təyini söz birləşməsidir. Bu da isimdir, bu da isimdir. Oldu. Bir dənə birdəki fərqlidir. Tərəfləri, bir tərəfi aslı tərəfi əvəzlikdir, əsas tərəfi isə isimdir. Baxırıq ismi birləşmələr. Birinci testdə nə deyir? Elə əlavə qeydlər falan da buradan verirəm, nəzərinizə çatdırıram. Aslı tərəfi, birinci tərəfi, yəni tabi tərəf. Düzəltmə isimlə ifadə olmuş isim birləşməni soruşur. Qoruq yeri. Qorumaqdan qoruq. Elə düzəltmə isimdir. Qorudan qoruq. Düzəltmə isimdir və ismi birləşmədir. Gözəllik arzulayan ismi birləşmə deyil. Düzəltmə olmağına düzəltmədir birinci tərəf. Amma gözəllik arzulayan fiili birləşmədir. Fiili sifət tərkibidir orada anlayan var. Dağıntının nəticəsi üçüncü növ təyini söz birləşməsi ismi birləşmədir. Amma ki dağıntı sadə sözdür. Dağların gözəlliyi üçüncü növ təyini söz birləşməsidir. Ancaq dağlar sadədir. Yaxşılıq itirən birinci tərəf fiili birləşmə, ümumiyyətlə fiili birləşmədir bu. Birinci tərəf düzəltmədir, ancaq ki, ismi birləşmə deyil, fiili birləşmədir. İkinci testə baxaq, deyir ki, hansı söz birləşməsinin yalnız bir tərəfi isimdir? Qızıl payız hər iki tərəfi isimdir. Dağlara qalxmaq bir tərəfi isimdir, birinci tərəf, aslı tərəf. İkinci tərəf isə fiildir. Bitki növü hər iki tərəfi ismdir. Yanğın təhlükəsi hər iki tərəfi isimdir. Danışıq tərzi yenə hər iki tərəfi isimdir. Oldu B variantı. İsmi birləşməni müəyyənləşdirin. İsmi birləşməni
Meydanda hünərlə döyüşən. Məsələn, meydanda hünərlə döyüşən igidlər. Hansı igidlər? Bu feili sifətdir, yəni feili birləşmədir. Yoldan keçən atlı. Hansı atlı? Feili sifətdir. Sadəcə sual vermək yetərlidir. Yaxınlaşıb baxmaq insanı təəccübləndirirdi. Nə insanı təəccübləndirirdi? Yaxınlaşıb baxmaq. Bu məslərlə ifadə olunmuş, yəni feili birləşmədir. Ətrafa baxdıqca insanın ürəyi açılırdı. Dıqca feili bağlamadır. İnsanı düşündürən əsər. İnsanı düşündürən əsər bu artıq ismi birləşmədir. Hansı əsər? İnsanı düşündürən əsər birinci növ təyini söz birləşməsidir. 4-ə baxırıq. 4-də deyir ki, ey ilham pərisi, ey azad səhər, nə qədər bəxtiyar görürəm sizi. Nümunədə ismi birləşmənin sintaktik vəzifəsi nədir? İsmi birləşmənin sintaktik vəzifəsi. Ey ilham pərisi, ikinci növ təyini söz birləşməsidir. Ey azad şəhər, birinci növ təyini söz birləşməsi, bu da xitabdır. Xitabın ifadə vasitəsidir. 5. Aslı tərəfi, yəni birinci tərəfi qeyri-müəyyən əvəzliklə ifadə olunmuş ismi birləşməni müəyyənləşdirir. Uşaqların birisi aslı tərəf müəyyən, yəni daha doğrusu müəyyən neymiş? İsimlə ifadə olunub. Bu bizə lazım deyil. Baxırıq ki, 2-yə bax. Hər kəsin borcu qeyri-müəyyən yəlik haldır. Yəni ikinci növ təyin. Aslı tərəfi qeyri-müəyyən, bağışlayın. Aslı tərəfi qeyri-müəyyən əvəzliklə ifadə olunsun. Elə bildim deyir ki, qeyri-müəyyən yəlik haldır. Ona görə dedim ikinci növ təyini söz birləşməsidir. Elə 5-də olacaq B variantı. Hər kəsin borcu ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsidir. Və ona əsasən də bu tərəfdə qeyri-müəyyən əvəzlikdir. Hər kəs sözü. Aslı tərəfi, yəni birinci tərəf, miqdar sayı ilə ifadə olunmuş ismi birləşməni müəyyənləşdirir. 5 almaq miqdar sayı ilə ifadə olunmuş. 5 almaq bu artıq feili birləşmədir. Almaq burada məslərdir. Birinci sinif miqdar sayından söhbət gedir bizdə. 5-ci sinif ismi birləşmə. 5-ci sinif miqdar sayı bu sıra sayıdır. Sonra baxaq görək olunmuş aslı tərəfi. Sonra uşaqların yarısı bu isimdən ifadə olunub. Sonuncu qatar, bu da əvvəlki kimi düzəltmə sıra sayı ilə ifadə olunub. 15 stul daha doğrusu olduğu Y variantı. Çünki miqdar sayıdır 15. Bunları nə götürmədik? Birinci və sonuncu bunlar sıra sayılarıdır. Oldu Y variantı. 7. Aslı tərəfi qeyri-müəyyən miqdar sayı ilə ifadə olunmuş ismi birləşmə. Şagirdlərin bir çoxu aslı tərəf, birinci tərəfdən söhbət gedir. Bir çoxu bu əsas tərəf qeyri-müəyyəndən ifadə olunur. Arzularımızın çoxu yenə əsas tərəfi qeyri-müəyyən sayla ifadə olunur. 5 kitab aslı tərəfi müəyyən miqdar sayıdır. Sonuncu əsər aslı tərəfi sıra sayıdır. Yüzlərlə şagird, neçə şagird? Birinci növ təyini söz birləşməsidir və qeyri-müəyyən miqdar sayıdır, özü düzəltmədir. Qeyri-müəyyən miqdar sayının düzəltməsidir. Gəldik. Hansı birləşmələrdə aslı tərəf isimlə ifadə olunub? Aslı tərəf, birinci tərəf. Xampərinin hekayəsi. Xampərinin hekayəsi isimlə ifadə olunub, xüsusi isimdə özdə 1. Sonra rəssamlığı xoşlamaq. Rəssamlığı xoşlamaq bu olduğu rəssamlığı nə isimdir? Sonra gəldik bəkdən dartmaq, nə tərzdə dartmaq? Bu zərflə ifadə olunub. İşdən qayıtmaq. İşdən qayıtmaq mənə deyir ki, aslı tərəfi isimlə ifadə olmuşdur. Hansı birləşmələr aşağısı? Bir də bu, işdən qayıtmaq. 4. Cari məsələ, necə məsələ? Bu sifətlə ifadə olunub. İsmi birləşmə olmağının ismi birləşmədir. Birdən gülmək, nə tərzdə gülmək? Bu zərflə ifadə olunub. 1, 2 və 4 Y variantı. Aslı tərəfi mürəkkəb sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. İsmi birləşmələri.
Baxırıq. Deyir ki, ölkələrarası müqavilə. Necə müqavilə? Birinci nöqtəyinin söz birləşməsidir. Aslı tərəfi, yəni tabe tərəfi, birinci tərəfi ölkələrarası necə? Mürəkkəb sifətdir. Doğrudur. Sonra sənətkarın qüdrəti. Sənətkarın qüdrəti üçüncü nöqtəyinin söz birləşməsidir. Amma sənətkar isə isimdir. Çox mərtəbəli bina birinci nöqtəyinin söz birləşməsidir. Necə bina? 3. Sonra qara buğdayı oğlan. Necə oğlan? Qara buğdayı sözündən yaranıb. 4. Düzbucaqlı çəkəndə ismi birləşmə deyil, bu feili birləşmədir. And-əndəyə görə. Kəkliyotu, ətri ikinci nöqtəyinin söz birləşməsidir. Ancaq mürəkkəb isimdir. 1, 3 və 4 D variantı. 10. Aslı tərəfi sifət olan ismi birləşmələri müəyyənləşdir. Baxın, qırmızının çaları, ağıllının biri. Qırmızı sifətdir, ağıllı da sifətdir. Bu hər ikisi ismi birləşmədir. Özü üçüncü nöqtəyinin söz birləşməsidir. A variantı. Aslı tərəfi məstər olan söz birləşmələrini müəyyən edin. Aslı tərəfi, birinci tərəf. Uşağın belə deməsi, bu aslı tərəf isimdən ifadə olunur. Onun oxumağı əvəzliklə ifadə olunur. Oxumaq arzusu məstərlə ifadə olunur, mağmək. Amma yamaq özü onsuz da sadə sözdür. Dərsi oxumaq isimlə ifadə olunub aslı tərəfi. Oxumağın məstər, yaşamağın məstər. Mənası, faydası, Y variantı. 12. Mən babama həmişə yeni kitablardan danışardım. Cümləsində işlənmiş söz birləşməsinin aslı tərəfinin ifadə vasitəsini müəyyənləşdir. Mən babama həmişə yeni kitablardan danışardım. Hansı kitablardan danışardım? Yeni kitablardan. Birinci nöqtəyinin söz birləşməsidir. Nə ilə ifadə olunub? Əlbəttə sifətlə ifadə olunub. 13-ə baxaq. Hansı sıradakı ismi birləşmələrin aslı tərəfini, birinci tərəfini müəyyən yəlik ala çevirmək olmur? Baxın, yaxşı elə bir qaydadır, ya qarşımıza çıxır. Baxın, yadınızda saxlayın. Bəzi ikinci nöqtəyinin söz birləşmələri var ki, onları 3-ə keçirmək olmur. Üçüncü nöqtəyinin söz birləşmələri. Məsələn, nümunə kimi göstərə bilərik. Adi bir nümunə. Məsələn, deyirəm ki, dağ havası, çörək ətri ikinci nöqtəyinin söz birləşməsidir. Yəni, birinci tərəfdə şəkilçi olmur da, yəni yəlik hallı olur ikinci nöqtəyinin söz birləşməsinin aslı tərəfi. Amma üçüncü nöqtə müəyyən yəlik halda olur, aslı tərəf. Məsələn, dağ havası, dağın havası. Çörək ətri, çörəyin ətri. Rahat formada çevirə bilirəm, yəni məzmunda da dəyişiklik baş vermir. Amma, məsələn, deyirəm, Xəzər dənizi, ikinci növdür. Ət taxtası, yazı lövhəsi. Mən onu 3-ə çevirə bilmərəm. Məsələn, deyə bilmərəm, yazının lövhəsi, Xəzərin dənizi. Bu qaydanı soruşur bizdən. Məsələn, dəniz havası, dənizin havası demək olur. Ev avadanlığı, evin avadanlığı, dəniz havası, dənizin havası. Gördünüz, çevirmək olur. Şəhər mənzərəsi, şəhərin mənzərəsi. Saat əqrəbi, saatın əqrəbi. Alma qabığı, almanın qabığı. Əl ağacı, əlin ağacı demək olmur. Qol saatı, qolun saatı demək olmur. Çünki məna uyğunluğu yaratmır. Oldu 13-də E variantı. 14. 14-ə baxırıq. Deyir ki, hansı sıradakı hər iki ismi birləşmənin aslı tərəfini müəyyən yəlikara çevirmək olmur, bayaq kimi təkrarıdır. İdman zalı, idmanın zalı, dil qabiliyyəti, dilin qabiliyyəti demək olur A variantı. 15. Hansı hər iki tərəfi isimlə testdə üzərində işlənib əlimizdə olan material budur. Neynək ev yoxdur. Hər iki tərəfi isimlə ifadə olmuş ismi birləşmələr. Gümüş kəmər hər iki tərəfi ismi birləşmədir. Özü də birinci nöqtəyinin söz birləşməsi. Əmim, Kərim. Baxaq görək. Hər iki tərəf isimlə ifadə olunub. Yun şal yenə birinci nöqtəyinin söz birləşməsidir. Hər iki tərəf isimlə ifadə olunub. 16. Amansız düşməndən qisas alınmasa, yaralı ürəklər çətin sağlar cümləsindəki ismi birləşmələrin aslı tərəfi nə ilə ifadə olmuş? Amansız düşməndən. Bir amansız düşməndə birinci nöqtəyinin söz birləşməsi. Qisas alınmasa, yaralı ürəklər, bu da ikinci, birinci nöqtəyinin söz birləşməsidir.
və nə deyir ki, ismi birləşmənin aslı tərəfi amansız da sifətdir, yaralı da sifətdir. 16D variantı. 17-yə baxırıq. Şirin xatirələri birləşməsi hansı cümlədə nöqtələrin yerinə yazılsa, xatirələri sözü adlı halda olar? Adlı halda. Şirin xatirələri unutmaq asan deyil. Şirin xatirələri. Burada artıq şirin xatirələri, onu unutmaq asan deyil. Mən onun sözünü rahatçılıqla bura bərpa eləsəm, bu olacaq təsirli şəkilçisi. Deməli, bu deyil adlı halda. Sonra xatirələri bir-bir yadına salırdı. Onu bir-bir yadına salırdı. Bu da oldu təsirli şəkilçisi. Heç vaxt unutmayacaq. Şirin xatirələri heç vaxt unutmayacaq. Şirin xatirələri heç vaxt unudulmayacaq. Bağışlayın, səhv oxudum. Onu heç vaxt unudulmayacaq. Gördünüz, onun sözünü qəbul etmədi. Deməli, buradakı xatirələr sözü mənsubiyyət şəkilçili sözdür və ismin adlı halı kimi qəbul olunur. İsmi birləşmələrlə bağlı fikirlərdən biri doğru deyil. Bitmiş fikri ifadə etmir, doğrudur. Tərəfləri yalnız isimli ifadə olunur, xeyr, səhvdir. Niyə? Çünki bayaqdan o qədər tez işləmişik. Baxırıq ki, tərəfləri sifətlə də ola bilər, isimlə də ola bilər, zərflə də ola bilər, hətta feillə də ifadə oluna bilər. Əvəzliklə də ifadə oluna bilər, sayla da. Aslı tərəfi düzəltmə sifətlə ifadə olunan ismi birləşmələri müəyyən edin. Aslı tərəfi birinci tərəfi. Bax, duzlu xörək birinci növ təyini söz birləşməsi. Duzdan duzlu düzəltmə sifətdir. İstedadlı şair birinci növ təyini söz birləşməsidir. Necə şair? İstedaddan istedadlı. Zarafatcıl adam birinci növ təyini söz birləşməsidir. Yəni necə adam? Zarafatdan zarafatcıl. Elə A variantı. Sözün açığı, mən nə etdiyimi bilmirdim cümləsində ismi birləşmənin sintaktik vəzifəsini müəyyən edin. Sözün açığı bu ara sözdür. İsmi birləşmə. Çünki yadınızda saxlayın. Ara sözlər ismi birləşmə ilə də ifadə oluna bilər. Oldu. C variantı. Sözün açığı. Deməli, üçüncü növ təyini söz birləşməsi. Amma bu o demək deyil, elə üçüncü növ təyini söz birləşməsi, gedin mən onun cümlə üzvü götürüm. Ümumiyyətlə, ara söz xitab cümlə üzvü ola bilmir. Sintaktik vəzifəsi daşıya bilər. Sintaktik vəzifə kimi iştirak edə bilər. Sintaksis bölməsində də cümlənin mənası ilə bağlı olur. Amma cümlə üzvü kimi götürmək olmaz. Hansı cümlədəki ismi birləşmənin əsas tərəfi sifətdir? Əsas tərəfi. Rüfət uşaqların ən savadlısıdır. Uşaqların savadlısı bu üçüncü növ təyini söz birləşməsidir. Üçüncü növ təyini söz birləşməsinin aslı tərəfində, yəni birinci tərəfində müəyyən bildirən yəlik alan şəkilçisi olur. Əsas tərəfində isə mənsubiyyətin şəkilçisi olur. İkinci növdə biz bunu görmürük. İkinci növ birinci tərəfdə şəkilçi falan olur. Amma ikinci tərəfdə, yəni əsas tərəfdə, orada da mənsubiyyətin şəkilçisi olur. Burada tapdıq ismi birləşməni. İndi mənə deyir ki, əsas tərəf sifət olsun. Savaddan savadlı. Necə? Oldu A variantı. 22. 22-də deyir ki, ana oğluna yun corab toxuyurdu cümləsində ismi birləşmənin tərəfləri ifadə olunub. Demək, ana oğluna yun corab. Burada oldu ismi birləşmə yun corab. Çünki birinci növ təyini söz birləşməsidir. Hər iki tərəf isimlə ifadə olunub. Mən əvvəlki testlərdə də izahını vermişdim ki, yundur, sonra dəmirdir, kəmərdir, dəridir, bunlar qızıldır, gümüşdür, bunlar hamısı betondur, hamısı isimdir. Sadəcə sifətləşir, amma morfoloji cəhətdən isimdir. 23. Kəşfiyyatçılarımız indi düşmənin mövqeylərini aydın görürdülər cümləsində. İsmi birləşmə hansı cümlə üzvüdür? Kəşfiyyatçılarımız indi düşmənin mövqeylərini aydın görürdür. Düşmənin mövqeyi üçüncü növ təyini söz birləşməsidir. Aydın cümlənin də ismi birləşmə hansı cümlə üzvüdür? Təhlil edeyim onda. Kəşfiyyatçılarımız indi düşmənin mövqeyini aydın görürdü. Nə edirdi? Görürdü ki, kəşfiyyatçılarımız necə, nə tərzdə aydın, nəyi, düşmənin mövqeylərini, nə zaman indi? Oldu tamamlıq vəzifəsində.
Aslı tərəfi feili sifətlə ifadə olunan söz birləşmələrini müəyyənləşdirin. Aslı tərəfi, yəni birinci tərəfi baxırıq. Deyir, qala qapıları. Qala qapıları ismi birləşmədir, amma aslı tərəfi isimlə ifadə olunub. Oxunulası kitab, hansı kitab? Birinci növ-təyini söz birləşməsi. Baxın, birinci növ-təyini söz birləşməsində tərəfini feili sifət bağlaya bilər, feili sifət təşkil edə bilər. Yetər ki, bunun önündə, bax bu hissəsində, cümlənin içərisində verə bilərlər. Heç bir söz olmasın, cümlə başlasın feili sifətlə və yaxud birinci növ-təyini söz birləşməsi ilə başlasın. Onda ola bilər. Oxunulası kitab, bu var, feili sifətlə ifadə olunub. Deyilmiş söz, hansı söz feili sifətlə ifadə olunmuş birinci növ-təyini söz birləşməsidir. Qızıl üzük artıq hər iki tərəfi isimdir. Yaradılmış, yandırılmış ocaq, hansı ocaq feili sifətdir? Mişmiş. Görünən günəş, hansı günəş feili sifətlə ifadə olunub? Hansı günəş? Görüləsi iş, yenə birinci növ-təyini söz birləşməsilə ifadə olunmuş. Birinci növ-təyini söz birləşməsidir. Feili sifətlə ifadə olunub C variantı. 25. İlişib qalmışam qəm çalasında. Bir gözəl tilsimin daş qalasında. Nümunəsində hansı söz ismi birləşmədə həm əsas, həm də aslı tərəf kimi işlənir? Baxaq görək. Qəm çalası bu bir ismi birləşmədir, ikinci növ-təyinin söz birləşməsi. Bir də bir gözəl tilsimin daş qalasında. Tilsimin qalası. Bu da üçüncü növ-təyinin söz birləşməsidir. İndi mənə deyir ki, hansı söz birləşməsi həm əsas, həm də aslı tərəfdir. Gözəl tilsim, tilsimi. Necə tilsimi? Gözələ nisbətən bu olur əsas tərəf. Tilsimin qalasında üçüncü növ-təyinin söz birləşməsinə görə olur bu aslı tərəf. Oldu Y variantı. Nümunədə nömrələnmiş hansı sözlər ismi birləşməyə yaradır? İsmi birləşmə yaradır. Nümunədə nömrələnmiş hansı sözlər ismi birləşmə yaradır? Mənsur bu bitkilərin çoxunu tanımırdı. Bu bitkilər, birinci növ-təyinin söz birləşməsi, bitkilərin çoxu, bu da olduğu nə? Üçüncü növ-təyinin söz birləşməsi. Deməli, 2 ilə 3, birinci növ-təyinin söz birləşməsinin tərəfləridir. Bir də bitkilərin çoxu, bir də bu. B variantı. 27. Baba nəvəsinə oxuduğu kitablardan danışırdı. Cümləsində hansı söz ismi birləşmənin aslı tərəfidir? Baba nəvəsinə oxuduğu kitablardan danışırdı. Hansı kitablardan danışırdı? Oxuduğu kitablardan. Birinci növ-təyinin söz birləşməsidir. Mənə deyir ki, söz ismi birləşmənin aslı tərəfini. Bir də oxuduğu feili sifət birinci növ-təyinin söz birləşməsinin aslı tərəfini təşkil elədi. Sonra 28. Mən onun gözü ilə cahana baxdım. Mən onun gözü ilə cahana baxdım. Onun gözü ilə. Cümləsində hansı sözlər ismi birləşmənin tərəfləridir? Onun gözü ilə üçüncü növ-təyinin söz birləşməsi. Hansı söz ismi birləşmənin tərəfidir? Onun gözü ilə oldu D variantı. Üçüncü növ-təyinin söz birləşməsi. Onun gözü. Hansı sözlər ismi birləşmənin əsas tərəfi kimi işlənib? Dağı, dərəsi, yurdumun. Göz oxşayır, könül açarı. Dağı, dərəsi. Onun dağı, onun dərəsi. Yurdumun. Göz oxşayır, könül. Elə oldu nə? Dağı, dərəsi. Hansı nümunədə ismi birləşmə işlənməyib, ismi birləşmə işlənməyib. İslama hörmətlə azad nəsillər baş əyir dünyanın xilaskarına. Dünyanın xilaskarı ismi birləşmədir. Heydər baba ildırımlar çaxanda, sellər, sular şaqqıldayıb axanda. Heydər baba ildırımlar çaxanda nə zaman? Var burada feili bağlamadır. Sellər, sular şaqqıldayıb axanda. Nə zaman? Var feili bağlamadı, amma ismi birləşmə yoxdur. 31. Hansı nümunədə ismi birləşmə işləmir? Dəniz sevinirdi gəlişimizə, dağlar dikəli bizə baxırdı. Burada ümumiyyətlə ismi birləşmə yoxdur, A variantı. B variantı. Bu sonsuz dərələr, qalın meşələr, boynu bükük duran
tər bənövşələr, sonsuz dərələr, qalın meşələr, boynu bükük duran tər bənövşələr ismi birləşmədir. Sonra çox keçmişəm bu dağlardan durna gözlü bulaqlara, necə bulaqlardan durna gözlü birinci növ təyini söz birləşməsidir. Mənim könül adlı bir yoldaşım var, könülsüz bir həyat bir viranədir. Könül adlı necə birinci növ təyini söz birləşməsidir. Kimindir sabahdan axşama qədər yağışda, yağmurda çalışan əllər, hansı əllər birinci növ təyini söz birləşməsidir. 32. Cümlələrdəki ismi birləşmələrin tərəfləri ifadə olunub. Dağlarımızın gözəlliyi hamını heyran edir. Dağlarımızın gözəlliyi. Bu bir ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsi. O Şuşaya saxsı boru ilə su çəkdirirdi. Saxsı boru, ikinci növ təyini söz birləşməsi. Qarabağda Zəfər bayramı qeyd olunur. Bir də Zəfər bayramı, ikinci növ təyini söz birləşməsi. İndi mənə deyək ki, ismi birləşmənin tərəflərinin nə ilə ifadə olunub? Nə ilə ifadə olunacaq? Əlbəttə ki, yalnız isimlə. 33. Qrammatik şəkilçinin köməyi olmadan formalaşmış ismi birləşməni müəyyənləşdirin. Bu birinci növ təyini söz birləşməsindən adətən söhbət gedir. Şairdəki iradə necə bir iradə? Çünki ikinci növ təyini söz birləşməsini və üçüncü növü qrammatik şəkilçilər formalaşdırır. İradə sahibi. Bu ikinci növ təyini söz birləşməsidir. Əsas tərəfi mənsubiyyət. Şair qələmi bu da. Qrammatik şəkilçinin köməyi olmadan soruşur. Şair qələmi burada da var. İkinci növ təyini söz birləşməsidir. Sonra baxırıq. Sonra dəmir bilək, necə bilək? Birinci növ təyini söz birləşməsi. Dəmir parçası, bu artıq ikinci növ təyini söz birləşməsidir. Burada mənsubiyyəti var. Burada isə qeyri-müəyyən yərik hal. Sonra polad lövhə, necə lövhə? Bu da birinci növ təyini söz birləşməsi. 1, 4, 6. 34. Eşən dünən bizə bu kitabları gətirmişdi cümləsində nömrələnmiş hansı söz ismi birləşmənin aslı tərəfidir? Bu kitablar, hansı kitabları birinci növ təyini söz birləşməsidir və əvəzliklə ifadə olunub. Oldu 4. Sonra 35. 35-ə baxırıq. Deyir ki, cədvələ əsasən verilmiş cümlələrlə bağlı uyğun fikirləri müəyyən edin. Şəhərin uşaqları da bu sözləri avazla deyirdilər. Çiçək evdə tək qalanda şəkilli kitablara tamaşa edirdi. Birinci cümlə ilə bağlı doğru fikir, ikinci cümlə ilə bağlı yanlış fikir. Xəttəyək. Deməli, deyir ki, aslı tərəfi əvəzliklə ifadə olunan söz birləşməsi işlənmişdir. Şəhərin uşaqları üçüncü növ təyini söz birləşməsi. Uşaqları da bu sözləri avazla deyirdi. Hansı sözləri? Bu sözləri. Birinci növ təyini söz birləşməsidir və aslı tərəfi əvəzliklə, işarə əvəzliklə ifadə olunub. Biri götürürük. Sonra hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsinə aid nümunə var. Hər iki tərəfi isimlə. Bəli, şəhər, uşaq hər ikisi isimdir. İkini də götürürük. Əsas tərəfi, yəni ikinci tərəfi quruluşca düzəltmə sözlə ifadə olunmuş söz birləşməsi işlənmişdir. Əsas tərəfi, burada əsas tərəfi uşaqlardır, burada da əsas tərəfi sözlərdir. Hər ikisi sadədir. İkinci cümlə, bu birinci cümlə ilə bağlı yanlışdır 3. İkinci cümlə ilə bağlı olan yanlış fikrə baxırıq. Deyir ki, tərkibində həm ismi, həm də feili birləşmə var. Çiçək evdə tək qalanda şəkilli kitablara tamaşa edirdi. Nə edirdi? Tamaşa edirdi. Kim? Çiçək nə zaman? Evdə tək qalanda. Bu feili bağlama tərkibidir. Ondan şəkilli kitablar isə birinci növ təyini söz birləşməsidir. Bu, ikinci cümlə ilə bağlı doğru fikirdir. Düzəltmə sifət ismi birləşmənin aslı tərəfidir. Düzəltmə sifət. Şəkilli kitablar. Birinci növ təyini söz birləşməsi var. Bəli, şəkildən şəkilli. Bu da doğrudur. 6-ya baxırıq. Əsas tərəfi yerlik halda olan feili sifətlə ifadə olunmuş söz birləşməsi işlənmişdir. Maşallah, nə qədər şərt qoyublar. Adam ürəyə çəkilir oxuyana qədər. Buradan silək. Əsas tərəfi, yəni ikinci tərəfi yerlik halla ifadə olunan
Mən burada yerli halı görmürəm. Bu an dəyəndə feili bağlamada ha. Bunu çaşmayın. An dəyəndə feili bağlamadır. Qalmaq, qalarkən. Halda olan feili sifətlə yox, feili bağlama ilə ifadə olunur. Səhvin biri də bu 1, 2 və 6. 36. Hansı cümlələrdə ismi birləşmə təyin vəzifəsindədir? Oktayın kiçik qardaşı Fərid 10-cu sinifdə 10-cu sinif şagirdidir. 10-cu sinif şagirdi kim? Fərid. Hansı Fərid? Oktayın kiçik qardaşı. Deməli, təyinim 3-cü növ təyini söz birləşməsinin ifadə olunub. 1. Müdir müavini Rəcəbov sənədləri seyfə qoydu. 2. Rəcəbov. Hansı Rəcəbov? Müdir müavini 2-ci növ təyini söz birləşməsinin ifadə olunub. Cavan aşıq barmaqlarını pərdələrdə gəzdirdi. Kim? Aşıq. Hansı aşıq? Cavan aşıq. Var burada 1-ci növ təyini söz birləşməsi. Amma ki, sadəcə mənə deyir ki, ismi birləşmə bütövlükdə bir cümlə üzvü olsun. Bu da bir arada yadınıza saxlayın, bu arada yadıma düşmüşkən. 1-ci növ təyini söz birləşməsi adətən parçalanır. Bəzən parçalanmaya bilər, amma çox zaman parçalanır da. Parçalamaq yəni odur ki, ayrı-ayrılıqda cümlə üzvü olur. Eynən bax buradakı kimi. Aslı tərəfi olur mübtəda, əsas tərəfi təyin. Qocaman neftçinin oğlu Tahir atasının yolu ilə getdi. Kim? Tahir. Hansı Tahir? Neftçinin oğlu. Qocaman neftçinin oğlu. Qocaman neftçi, bir də neftçinin oğlu. Qocaman neftçi. Bunu belirləyək. Qocaman neftçi. Bir də budur. Ön xəttə dayanan əskərlərə kömək göndərildi. Göndərildi nə? Kömək kimə? Əskərlərə. Hansı əskərlərə? Ön cəbhədə dayanan. Burada isə yoxdur ismi birləşmə. 37. Nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Odur, bax, günəşin rənginə bir bax. O günəş gəncliyin timsalıdır bir. Gəncliyin günəşi saralan deyil, əzizim, parlasın ömrün günəş tək. Nə can yanğısı gör, nə də istirab çək. Deməli, 4-cü misrada 4-cü misrada misradan başqa bütün misralarda 2 söz birləşməsi var. Baxaq görək söz birləşmələrinə. Odur, bax, günəşin rəngi 3-cü növ. Gələcəyin o günəş, bir də gələcəyin timsalı. Gəncliyin günəşi, əzizim parlasın ömrün günəş tək. Nə can yanğısı gör, nə istirab. Mənə deyir ki, 4-cü misradan başqa bütün misralarda 2 söz birləşməsi var, səhvdir. Hərəsində. Bizdə də burada 2 söz birləşməsi var 2-ci misrada. Nümunədə həm ismi, həm də feili birləşmə işlənib. İsmi birləşmə işlənib həm bir də günəşin rəngi, o günəş, gəncliyin timsalı, gəncliyin günəşi, saralmaqdan saralan feili sifətin şəkilçili söz var. Feili birləşmə yoxdur. 2. Yalnız bir misrada 2 ismi birləşmə var. Bəli, 2-ci misrada o günəş, hansı günəş 1-ci növ təyini söz birləşməsidir. Bir də gəncliyin timsalı 3-cü növ təyini söz birləşməsi. Bu doğrudur. İsmi birləşmələrdən birinin aslı tərəfi əvəzlikdir. Bəli, o günəş 1-ci növ təyini söz birləşməsidir və aslı tərəfi işarə əvəzliyini ifadə olunur. Bu da doğrudur. İsmi birləşmələrin hamısı eyni cümlə üzvüdür. Gəl bir bunları təhlil eləyək, görək. Odur, bax, günəşin rənginə bir bax. Nəyə? Günəşin rənginə, tamamlıq. O günəş gəncliyin timsalıdır. Nədir? Gəncliyin timsalıdır. Xəbər vəzifəsində hansı günəş, o günəş, nə günəş? Gəncliyin günəşi saralan deyil. Saralan deyil. Gəncliyin günəşi nə? Mübtəda vəzifəsində. Deməli, oldu nə? Biri tamamlıq, biri xəbər vəzifəsində, biri təyin vəzifəsində, biri mübtəda vəzifəsində. İsmi birləşmələr hamısı eyni vəzifədə deyil ismi. 1, 2 və 5. 38. Səkinə indi mətbəxdə təzə meyvələri yuyurdu cümləsində yanaşı işlənən hansı söz ismi birləşməsinin sözlər ismi birləşmənin tərəfləri. Səkinə indi mətbəxdə təzə meyvələri. Hansı meyvələri? 1-ci növ təyini söz birləşməsidir və 1-ci növ təyini söz birləşməsidir. Bu da oldu 4 və 5.
39. Hansı cümlələrdə ismi birləşmənin əsas tərəfi tamamlıqdır? Cəsur Məliktac hücum edib şəhəri aldı. Aldı ki, Məliktac, hansı Məliktac? Cəsur. Burada var birinci nöqtə ilə söz birləşməsi, amma əsas tərəfi təyindir. Mən özümü böyük eşqimə qurban verdim. Qurban verdim ki, mənim özüm böyük eşqimə. Nəyə? Eşqimə. Hansı eşqimə? Böyük eşqimə. Birinci nöqtə ilə söz birləşməsinin əsas tərəfi, daha doğrusu əsas tərəfi bu tamamlıqdır. Tamamlıqdır. Birinci nöqtə ilə söz birləşməsi. Böyük eşqim. 2. Kərbalaya tapdığı bağında bir cərgə üzüm tənəyi var idi. Var idi. Nə? Üzüm tənəyi. İsmi birləşmədir. Mübtəda vəzifəsindədir. Kərbalaya tapdığım bağında. Harada? Kərbalaya tapdıq mürəkkəb addır. Tapdığım bağı isə üçüncü nöqtə ilə söz birləşməsi. Harada? Bu da zərflikdir, yer zərfliyi. Deməli, bunda da yoxdur. Biz belə insanları unutmamalıyıq. Nə etməliyik? Kim biz? Hansı insanları? Belə insanları. Birinci nöqtə ilə söz birləşməsidir. Belə insanları kimi? Hansı insanları? Belə insanları. Birinci nöqtə ilə söz birləşməsinin əsas tərəfi tamamlıqla ifadə olundu. 2 və 4.